Ötən gün Dövlət Bayrağı meydanı yaxınlığında yolu keçərkən Hyundai Elantranın vurduğu qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə hadisə vaxtı Vlada Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş. Belə ki, saat 21 radələrində Yeni Salyan yolu 20-nin qarşısında Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusifoğlu Mehdizadə idarə etdiyi Hyundai Elantra markalı 77 SJ 148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus Toyota markalı 01 CH 477 nömrəli avtomobili arxadan vurub. Nəticədə Sadiq İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində dünyasını dəyişib. Sadiq Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Məlum olub ki, 37 yaşlı Vlada Axundova musiqi sahəsində tanınan ifaçı olub. O, müxtəlif musiqi müsabiqələrində və Səs Azərbaycan yarışmasında iştirak edib.